İmam Əli əleyhissalam buyurur ki, oruç tutan barəsində buyurur ki, Eyyuhəs saim, ey oruç tutan, tədəbbür əmrək, fikirləşginlə tutduğun oruc barəsində. Oruç tutmusan, oruc barəsində fikirləşginlə, tədəbbür əmrək. Fə innəkə fi şəhri həzə deyfu Rabbik. Sən bu ayda Allahın qonağısan, İmam buyurur. Peyğəmbər sallallahu da kəlamı vardı ki, duitum ilə diyafətillah, Allahın qonaqlığına dəvət olunursunuz. Bu Allahın qonaqlığını bir dənə gözəl açıqlaması var. Bir adamı bir yüksək bir yerə qonaq çağıranda, hamı deyir ki, mənə filan yerə qonaq çağırmışdılar. Hamı deyir, mənə filan kəs qonaq çağırmışdı. Nə qədər yüksək mərtəbədə olsa, hələ söhbət arasında, söz arasında hamıya deyir ki, mən filan kəsin qonağı olmuşam. Burada Allah Taala buyuruyor, Allahdan üstünə heç kəs yoxdur ki, bir Allahın qonağısınız siz. Sonra qonaqlıqda kimlər var idi? Onlardan danışır. Kimlər var idi? Mən olan qonaqlıqda filan kəs də var idi, hörmətli insanların adını deyir, filan kəs də var idi, filan kəs də var idi və bu həmin qonaqlıqda görün kimlər var. Görün kimlərlə siz eyni qonaqlıqdasınız. Və daha sonra qonaqlığın ədəbi var, qaydası var, qonaqlıqda necə olmaq lazımdır. Bunlar hamısı öz yerində. İmam buyurur ki, diqqət elə, yenə unzur keyfə təkun fi leylik və nəharik. Diqqət elə, yenə gecə və gündüzün barəsində diqqət elə, yenə. Bəlkə biz başqa vaxtlarda bunu etmirik, amma mən tövsiyə eləyərdim ki, bu cür eləyək, bu cür edək. Nə edək?